Çəkir. Fırat bura. Temmuz keç tərəf. O tərəf keç tərəf. Deməli, burada ətrafı çəkib buraları, buralar. Deməli, burada daşlar var idi. Daşlar var idi. O daşları təmizləyəndə nəsə belə salafan tapdım. O salafanın içindən gör nə çıxdı. Cadu. Buna bax. Euzubillahimineşşeytanirracim. Buna bax, buna bax. Vay 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 vay. Şamlar. Qıfıl. Buna bax. Kimisə evin yıxıblar ya. Baş yaşırır zaten. Sən kimisə evin yıxıblar, pis də yıxıblar. Hələ burada əlavə torpalar. Bu şamdır, qara şam. Buna bax. Qıfıl da var. Temuralı vurarsan qapıya beçərə şeydir bu. Götürüyor bu qəşəng şeydir. Hasar da var. Özde işçilisiz bize ne var? Onun cadısı pozuldu da. Şam ala buna. Aa, kimisə şəkili var idi burada. Dayan. Dayan şəkil. Dayan. Şəkil cırıldı sənin. Burada kiminsə şəkili var. Buna bax, buna bax. Onu qoy burada, qoy bura. Hava, qoy bura. Bax, burada kiminsə bax şəkili var. Sizdə bir dənə yox, 3 dənə şəkil. 3 dənə şəkildir. Buna bax. Vay 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 vay. Vay vay vay. Qız qadındır kimsə. Buna bax. Vay vay vay. Bir ailəni məhv ediblər. Bir ailəni burada məhv ediblər. Buna bax. Cırmadı mı? Cırma deyəndə ki, bunu yandırmaq lazım ki, kimsə yazıqçı, cadusu varsa da getsin, rədd olsun. Buna bax, hələ burada da nəsə var, dayan. Nədir, salfetkanın içində düşülür. Vay 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 vay. Kimsə Allahdan elə bil ki, bəxtinə mənim kimi adam çıxdı ki, bu nasib tökürüyor ortalığa. Mundarlamaq lazım. Mundarlamaq deyəndə bunu yandırmaq lazım. Yandırar da. Yandırar da. Davay Temur, sən hazırlaş, yandıracaq da. Nələr var onun içində? Gör cəmaat nə işlə məşğuldur. Kilit. Limon dənəsi, qıfıl, kilit. Onun qıfılı nəsə. Buna bax. Euzubillahimineşşeytanirracim. Buna da Allah. Onlar aslı mı? Dayan. Şam idi bu heç. Hələ buna bax. Kimsə özdə hamısını bir yerə bastırıb. Buna bax. Nə qəşəngdir. Buna verib də. Timur, bu boş şeylərdir əslində. Amma mən belə düşünürəm ki, bu cadıdır da bunu məhv eləmək lazımdır. Burada insanların deməli gör nə qədər tale ilə oynayırlar. Buna bax, hələ burada da nəsə var. Deməli əməlli rasxod eləyib. Aha, üstündə nəsə yazılıb. Rus şrifti iləndir. Sən yaxşı bilirsən. Nədir bu? Temur oku Temur. Yox, o Rusdur deyil. Rus deyil. Hökumət. Hökumətdir bu, hə. Hökumət. Sən kimsən? Hikmət, hə, hikmət. Hikmət, başıma dönərəm sən. Evi yıxıblar. Açıldın hükümet sen qabacan alan diyecek. Ala. Gör nə qədər. Özdə kimsə eyni adam da eləyən. Bax bu krujoklar var ha. Bu krujoklar eyni adamdır kimsə. Bax qıfıl. Evi yıxmaq üçün. Bağlayıblar kimsəni. İndi o kimdirsə bu videonu paylaşacağam. Bu videonu paylaşacağam. O kimdirsə o bəxt açılsa bir dənə gəlsin mənlə görüşsün. Çox biabırçılıqdır. Bu qıfılları atıra aparıb satarıq. Yəni hələ burada nəsə başqa bir şey də var. Hükümətin Hükümet kilit derse sülaler şeydi. bu nədir? Bura nə yazılıb? Vay. Özlərinin xüsusi sivyazları var. Xüsusi sivyazları var özlərinin. İğnə, sap, düyün. Teymur, sən bir dənə normal bir dənə ocaq qala. Lan evin yıxılsın da bu cadukarların. Buna bax. Fars dilində nəsə yazılıb burada. Deməli, bax belə şeylər yazıb cadu edirlər, cəmaatın evin yıxırlar. Yəni burada, vallahi mən burada çək bu tərəfi, mən burada ev tikirəm özümə. Həmin o evdə arada bir gəlib özümdə işləyirəm. Buranın sadəcə təmizləyirdik ki, ətraf mühit yaxşı görünsün. Orada tapdım bax bu şeyləri. Bu lazım deyil. Bu heç kimin evini yıxmaq lazım deyil belə şeylərlə.
Bax, yenə də çıxır. Bir ucdan çıxır. Çalışın bunun zibilləri o tərəf getməsin ki, hamısını birdən yandıraq. Ola. Bu vapşı parçaya yazıb. Bax, kimdirsə həmin adamdır. Düyünü vırıb. Ərəb dilində. Vallahi nə deyirdi Bunu bilmirəm. molla yazıb. Dan İndi molla ya, düyünə bax hələ. Professional düyünləri var bunların. iynəsi də var onun. Hə, bu kimdirsə, bax, bunu çək. Biraz uzaqdan çək. Bax, bu nədirsə, cəmaatın evin elə bax bundan yıxırlar. Bax, bu belə-belə şeylərlə yıxırlar cəmaatın evin. Özdə ətrafı da çək gətirib harda bastırıblar ki, buralarda, hətta buralarda yaşayan adamlar kimdirsə, onların heç belə bir xəbərdirlər ondan. Temur, bir dənə davay şey gətir, bunu yandıraq burada, içsin. Hə, qaldır bura. Deməli, əziz dostlar, biz burada bunu axtarırdıq. Belə bir şey axtarmırdıq. Sadəcə oraya, bax, buranı çək. Təsadüfən. Çək bunu. Bax, bu daşları buradan yığışdırırdıq. İndi oranı çək. Bax, oraya yığmışıq. Bax, ukladka eləmişik daşları ora. Prosta orada təsadüfən bir paket tapdım. Paketin içindən bu çıxdı. Allah bəlasını versin belə adamların ki, kiminsə evin yıxmağa çalışırlar. Bəlkə də heç bu adama heç bir şey təsir göstərməyib. Amma niyyəti olubdur ki, bu kiminsə evin yıxsın. Ona görə də Allah sizin evinizi yıxacaq elə. Yandırmaq lazımdır. Bunların hamısını bax, belə yandıraq. O qıfılları da ataq oraya yansın. Onu açasan bəlkə. Belə qıfılları Onlar ataq bağlıdır. orada yanacaq. Onları açasan bəlkə. Nəyi? Onları qıfılı bağlayıblar. Qıfılı. Baxma, Ha, qıfıllarla Nə açmaq lazım. dərəcədə eydi, amma açaq da yenə. Açaq, düz deyirsən. Qıfılın biri qaldı. Ocağın içində. Evi yox, o qalacaq orada götürüb yanacaq. Yəni 3 qıfıl var da. 3 qıfıl var idi, hə. Açaq bunu. Bismillah. Arı getdi. Ah, bismillah, açıldı. Ağa, o birisini də tapacaq. Onun düyünlə olan iplərini ataq oraya yansın. O da oradadır, bax, bax, burada. Qıfıllar ardında. Açıq qıfıllar. Odun erirsən yanır da. Ha, qoy yansın. Temur, orada onun paketləri də var, onu da gətir. Yandı, hamısına heç bir iz toz qalmaz. İz toz qalmasın, hamısını Hansı paketlər? Orada bax, bir də bax, ağ paket var. O. O salafmanın içindəydi. Bu da açıldı, bu ip də açıldı. Bir dənə qaldı o birisi qıfılarının. 3 qıfılı var idi. Hə, üçüncü qıfıl da buradadır, bunu da balaca. açacağıq. Ala. Bu da açıldı. Bəlkə Qıfılları. Atırsan oraya qıfılları. Yox, iplərini at yansın. ha iplər yandı. İplər yansın ki, Elə bir qıfıl da yansın. Nereye koy o da? məhv olsun. Hə. Cəmaat nə işlə məşğul insanlar. Gic şeylərlə. Bəlkə də axtarsaq yenə də tapacağıq buralardan. Biabırçılıq deyil. Allah evinizi yıxacaq. Bax, inan ki, bax, belə şeylər şey tutmaz. Конечно. Sən dur.